Salam değerli izleyiciler. Bugün ben sizlere figürlərin sahəsinə ait bir neçə maraqlı sualların izahını vereceğim. Birinci suala başlayaq. Demək deyir ki, tərəflərindən biri 12 cm, həmin tərəfə çəkilmiş hündürlüyü olan paralleloqramın sahəsini tapın. Paralleloqramın sahə düsturlarından biri budur ki, paralleloqramın tərəfi və tərəfə çəkilmiş hündürlük verilibdirsə, bu zaman sahə tərəflə tərəfə çəkilmiş hündürlüyün hasilinə bərabərdir. Şimdi bizim tərəfimiz 12, həmin tərəfə çəkilən hündürlükdə 3 verildiği üçün sahəsi 12 vur 3 bərabər 36. Yəni düzgün cavab C variantı olacaqdır. İkinci sualı keçid edək. İkinci nömrəli sualda deyilir ki, düzbucaqlı üçbucaqda hipotenuza indirilmiş hündürlük hipotenuzu 2 cm 8 cm hissəyə ayırır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza indirilən hündürlüyü haqqında teoremə görə, oxşarlıqdan alınan teoremə görə hündürlüyün kvadratı n vur n düsturuna, yəni hipotenuzda ayırdığı hissələrin hasilinə bərabərdir. Hipotenuzda 2 və 8 hissəsinə böldüyü üçün onda h-ın kvadratı bərabərdir 2 vur 8 olacaq, yəni 16. O zaman hündürlüyün qiyməti 4-ə bərabər olacaqdır. Buradan da üçbucağı təkrardan çəkib qeyd etsək, üçbucağın hipotenuzu artıq bizdə 10-a bərabər, hipotenuza çəkilmiş hündürlük də 4-ə bərabər olduğu üçün üçbucağın tərəf və tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısı düsturuna istifadə edə bilərik. Yəni 2də 1 A vurulsun HA düsturuna görə yaza bilərik ki, 2də 1 vurulsun 10 vurulsun 4. Bu da bərabərdir 20. Düzgün cavab E variantı olacaqdır. Keçək 3-cü suala. 3 nömrəli sualda deyilir ki, paralleloqramın tərəfləri 6 və 8 cm-dir. Böyük hündürlük 4 cm olsa o bir hündürlüyü tapın. Paralleloqramda bilirik ki, bir təpə nöqtədən, körbucaq təpə nöqtəsindən tərəflərə 2 dənə hündürlük çəkmək mümkündür. Hündürlüklər 2 xətti ölçüyə malikdir. Kiçik və böyük. Böyük tərəfə çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük isə böyükdür. Burada 6 bura 8 bura qeyd edəsək, böyük hündürlük 4-ə bərabərsə, demək kiçik tərəfə çəkilmiş hündürlükdür. O bir hündürlüyü də, yəni böyük tərəfə çəkilmiş hündürlüyü də h-la işarə edə bilərik. Bu zaman sahə düsturuna görə 6 vurulsun 4 bərabərdir. 8 vur h-dır. 8 h-ın qiyməti 24-ə bərabərsə, demək h-ın qiyməti 3-ə bərabərdir. Düzgün cavab olacaqdır D variantı. Keçid edirik 4 nömrəli suala. Sualda deyilir ki, ABC düzbucaqlı E və K orta nöqtələrdir. Düzbucaqlıda E ilə K orta nöqtədir. Deyək ki, onda bura A və A kimi bölünürsə, buradan da onda B və B şəklində böləcəkdir. Burada olacaqdır onda 2B. Burada olacaqdır 2A formasında olacaqdır. Bizə deyək ki, ABCD-nin sahəsi, yəni SABCD-nin sahəsi bizdə ümumisi 64-ə bərabərdir. Biz bunu necə əldə edə bilərik? Düzbucaqlının sahə düsturuna görə 2A-nı elə bir 2B-yə vurmuşduq. Buradan da 4 dənə AB-nin qiyməti 64-ə bərabərdir. Demək, AB hasilinin 16 olduğunu bilirik. Bizə də CEK-nın sahəsini istəyir. Demək, bunun sahəsini necə təyin edə bilərik? Buradakı sahələri S1, bura S2, bura S3, buranı da S4 ilə işarə etsək, bu zaman S4-ün qiymətini tapmaq üçün ümumi sahədən SABCD-dən çıxmalıyıq S1-in, S2-nin və S3-ün cəmini. S1-i düzbucaqlı üçbucaqdır. Onda biz bunu istifadə edə bilərik ki, 2də 1 vurulsun 2B vur A şərtinə istifadə etsək, buradan AB qalacaqdır. S2-nin qiyməti 2də 1 A vurulsun B-yə bərabərdir. AB-nin qiyməti 16 idi. Burada da olacaqdır demək ki 8. S3-ün də qiyməti 2də 1 vurulsun 2A vurulsun B. Buradan da AB qalacaqdır. Bu da 16-ya bərabərdir. Gətirib yerinə yazsaq, ümumi 64-dən çıxırıq 16, üstə gəl 8, üstə gəlsin 16 cəmini. Bu da 64 çıxılsın. Bizdə eləyəcəkdir 40. Bu da bərabərdir 24-ə. Demək, düzgün cavab olmalıdır 24. Bu da verilibdir B variantında. Keçid edirik növbəti suala. Növbəti sualımız 5-ci sualdır. Radiusu 7 cm olan dairənin sahəsini deyir tapın. Dairənin sahə düsturuna görə pi r kvadratına bərabərdir. Radiusun qiymətini yerinə yazanda 49 pi düzgün cavabını əldə etmiş olacaq. Düzgün cavab olacaqdır C variantı. Növbəti sualımız demək olacaqdır 6 nömrəli sual. 6 nömrəli sualda deyilir ki, böyük radius 4 cm, kiçik radius 2 cm olan dairə halqasının sahəsini tapın. Konsentrik çevrələrə aid olan bir sual tipidir. Burada kiçik radius 2-yə, böyük radius da 4-ə bərabərdir. Gördüyümüz bu hissənin sahəsini istəyir.
S halqanın sayı düsturuna göre bilirik ki pi vurulsun büyük radiusun kvadratı çıxılsın kiçik radiusun kvadratıdır. Onda pi vurulsun 4'ün kvadratı çıxılsın 2'nin kvadratı olacaqdır. Bu da pi vurulsun 16 çıxılsın 4 bərabərdir 12 pi. Düzgün cevap B variantı olacaqdır. Növbəti sualımız 7 nömrəli sualdır. Deyir ki, tərəflər 4 cm və 5 cm. Bu tərəflər arasında qalan bucağı 60 dərəcə olan paralelogramın sahəsini deyir tapın. Paralelogramı çəkək. Paralelogramın iki tərəfini bizə verdirir ki, 4 ilə 5 və bunlar arasında qalan bucağı 60 dərəcə verilir. Paralelogram isə sayı düsturu A vurulsun, B vurulsun, sinus alfa düsturundan istifadə edib tapa bilərik ki, biz burada. Demək 4 vurulsun 5 vurulsun sinus 60 dereceye beraberdir. Bu da 20 vurulsun kökte 3 bölünsün 2. Yani 10 kökte 3'e beraber olacaktır. Düzgün cevap olacaktır. B variantı. 8 nömrəli suala keçid edirik. 8 nömrəli sualda deyilir ki, diagonalları 4 kökte 3 ve 6 kökte 3 olan rombun sahəsini tapın. Rombun diagonalları göre sahə düsturu D1 vurulsun D2 bölünsün 2 idi. Yerine getirip yazanda 4 kökte 3 vur 6 kökte 3 bölünsün 2. Bu da 24 vurulsun 3 bölünsün 2 yani 36 düzgün cevabını almış olacağıq. Növbəti sual 9-cu sualdır. 9 nömrəli sualda deyilir ki, trapeziyanın oturacaqları 20 cm və 16 cm-dir. Hündürlüyü isə 4 cm-dir. Trapeziyanın sayısını tapın. Trapeziyanın sayı düsturu, əsas sayı düsturu oturacaqları cəminin yarısı vur hündürlükdür. Gətirib yerinə yazsaq 20 üstə gəl 16 bölü 2 vur 4. Buradan da elde edirik ki 36 bölünsün 2 vurulsun 4. İxtisarlar gedib burada 2 qalanda edəcəkdir. Cevap 72. 72 cevabı D variantda verilibdir. Növbəti sualı keçid edirik. 10 nömrəli sual. 10 nömrəli sualda deyir ki 2 kvadratın sahələri nisbəti 1-in 9-a kimidir. Kvadratın tərəfləri böyük kvadratın tərəfi 3 cm olarsa kiçik kvadratın tərəfini tapın deyir. Kiçik kvadratın tərəfini x böyük kvadratın tərəfini 3 ilə işarə etsək. Bu beraber olacaktır. Beraber olacaktır. Kökün altında sahələrin nisbətinə. Bu deyəcəkdir 1 bölünsün 3'e. Yani buradan x'in qiymətini tapılacaktır. 1 tapılacaktır. Kiçik kvadratın tərəfi demək 1'e bərabərdir. Keçid edirik növbəti sualımız 11 nömrəli suala. 11 nömrəli sualda deyirik ki, düzbucaqlı trapeziyanın oturacaqları 25 cm və 10 cm-dir. Böyük yan tərəfi isə 25'dir. Düzbucaqlı trapeziya çəksək, görərik ki, belə bir şəkildə olacaktır. Düzbucaq trapeziyanın oturacaqları 25 ve 10'dur. 10 burada olsa, burada bir hündürlük indirər aşağıya doğru 10 bura, 15 bura düşəcəkdir. Çünki böyük oturacaq 25 demişdi. Böyük yan tərəfdə 25'e beraber olarsa, böyük yan tərəf burada gördüğümüz bu hissə olacaqdır. Sayəsini istəyir bizdən. Biz buradan istifadə edib hündürlüyü tapa bilərik. H bərabərdir kök adlı 25'in kvadratı 15'in kvadratıdır. Bu da bizdə 625 çıxılsın 225. Buradan da bərabərdir kökdə 400 olur. 400'dən də 20 çıxır. İndi trapeziyanın əsas sayı üstünə görə oturacaqlarının cəminin yarısı vur hündürlük götürülür. Yani buradan gördüğümüz gibi 35 vurulsun 10, 350 cevabı düzgün cevap olur. Düzgün cevap olacaktır A variantı. Keçid edirik 12. suala. Oturacağı 10 cm ve oturacağı çəkilmiş hündürlüyü 8 cm olan buzağın sayısını tapın deyir. S bərabərdir 2'də 1, A vurulsun H şəklində göstərilir. Yerine yazsaq 2'də 1 vurulsun 10 vurulsun hündürlükdə 8 verilib. Yekunda cevabımız olacaktır 40. Bu da verilibdir A variantında. 13 nömrəli suala keçid edirik. 13 nömrəli sualda deyilir ki, paralelogramında A ilə B-yi tənböləndir. Paralelogramın əgər bir tərəf üzərindəki iki bucağın tənbölənib bir nöqtədə kəsirsə, onlar arasında qalan bucaq 90 dərəcəyə bərabərdir. Bizdə verilənə görə bu şərtlər daxilində 26 burada, onda buradakı hissəni tapa bilərik. Bizdən də A, B, C, D-nin sahəsini istəyibdir. Bu hündürlüyü bize verilenler diqqətlə baxaq, demək bir tənbölənlərdir. Bizdən də A, B, C, D-nin sahəsini istəyib. Sahə düsturuna görə bura S1, bura S2 desək, bura S3 olacaqdır. Bilirik ki, bu S3'ün qiyməti S1 ilə S2'nin cəminə bərabərdir. S3 tapmaq üçün isə bizə mütləq şəkildə bu B hissəsi lazımdır. Bunu da tapmaq üçün X bərabərdir. Kökün altında 26'nın kvadratı 24'ün kvadratı deyə bilərik.
Kvadrat fərqi tətbiq etdiyimizdə bir dəfə çıxanda 2, toplayanda isə 50 eləyir. Burada 100 olur ki, oradan da 10 çıxır. Demək, S3-ün sahəsi düzbucaqlı üçbucağın sahə düsturundan istifadə eləsək burada 24 vurulsun 10. Bu da 120'ye bərabər olduğunu görürük. O demək ki, S1 ilə S2-nin də cəmi 120'dir. Ümumi sahə isə S1 ilə S2 və S3-ün cəmindən ibarətdir. Bu zamanda 120 üstə gəlsin 120 bərabərdir 240 olacaqdır. Demək, düzgün cavab olmalıdır 240. Bu da verilibdir A variantında. Keçid edirik növbəti suala. Növbəti sualımızda deyilir ki, üçbucaqda bir üçbucaq götürürük. ABC üçbucağıdır. A bucağı 45 dərəcədir. AB 6'dır. Bizdən AC-ni istəyir. AC tərəfinə x götürürük. Sahəsində 6 kökdə 2 belirtirlər. Üçbucağın isə sahə düsturuna görə 2'də 1 A vurulsun, B vurulsun, sinüs alfa düsturundan istifadə etsək, bu bərabərdir 6 kökdə 2'dir. 2'də 1 vurulsun, 6 vurulsun, x vurulsun, sinüs 45 dərəcə bərabər 6 kökdə 2'ye. 6'ları buradan atarıq. Buradan da qalacaqdır ki, 2'də 1 vurulsun, x vurulsun, sinüs 45'dəki qiyməti kökdə 2 bölünsün 2 bərabərdir kökdə 2'dir. Buradan da tapırıq ki, kökdə 2 bölünsün 4 vur x bərabərdir kökdə 2'ye. X də bərabərdir kökdə 2 vurulsun 4 bölünsün kökdə 2 olur. Burada eləyəcəkdir 4. Demək, x'in qiyməti 4'ə bərabərdir. Düzgün cavab olacaqdır B variantı. Keçid edirik 15-ci suala. Burada gördüyümüz kimi sektorun sahəsindən istifadə olunubdur. Alfa dərəcə ölçüsü pi bölünsün 3'ə və yaxud da ki 60 dərəcəyə bərabər olduğunu görürük. O zaman sektorun sahə düsturuna görə yaza bilərik ki, alfa pi r kvadrat böl 360 dərəcədir. Gətirib yerinə yazsaq 60 vurulsun 36 vur pi bölünsün 360 deyə bilərik. 0'dan 36'dan geçsə 6 pi cavab olarak qalacaqdır. Demək, düzgün cavab olmalıdır 6 pi. Bu da verilibdir D variantında. Keçid edirik 16 nömrəli suala. Rombun hündürlüyü onun tərəfini uzunluğu 6 santimetronun 2 bərabər hissəyə ayırır. Romb götürsək, rombun hündürlüyü tərəfini uzunluğu 6 santimetronun 2 hissəyə ayırır. Demək, 6 6'sı demək ki, bunun tərəfi 12 imiş. Burada 30 dərəcə olanda burada da olacaqdır 60 dərəcə. Rombun əsas sahə düsturuna görə A kvadratı vurulsun sinüs alfa düsturundan istifadə etsək, 12'nin kvadratı vurulsun sinüs 60 dərəcə. Bu da bərabərdir 144 vurulsun kökdə 3 bölünsün 2. Bu da 72 kökdə 3 cavabını almış olur ki, düzgün cavab olur E variantı. 17 nömrəli suala keçid eləyək. 17 nömrəli sualda deyilir ki, ABC'də A-nin tənböləndir. Tənbölən xassəsinə görə uyğun tərəfdən nisbətlər də bərabər olması lazımdır. Və uyğun tərəflərin nisbətinə görə uyğun sahələrin nisbəti də bərabərdir. ANC-nin sahəsi 18'dir. Bizdən də ABC-nin sahəsini istəyir. Gəlin buranın sahəsini S ilə işarə edək. Bizdə axtaracağımız sahə S üstəgəlsin 18 düzgün cavab olması lazımdır. S-in 18'ə nisbəti elə 4'ün 12'yə nisbətinə bərabərdir. Buradan ixtisar etsək 1'in 3'ə nisbəti də alırıq. Buradan 3 dənə S-in qiyməti 18 ise demək ki, S-in qiyməti 6'ya bərabərdir. Ümumi sahədə 6 üstəgəl 18 bərabərdir 24. Yəni C variantı olacaqdır. 18 nömrəli suala keçid eləyək. Demək, bərabər yanı üçbucağın oturacaq 24 cm. Bir üçbucaq çəkək. Qəbul edək ki, bu bərabər yanlı üçbucaqdır. Oturacağı 24'dür. Yan tərəfi 20'yə bərabərdir. Biz həmin anda hündürlük indirsək aşağıya doğru. Hündürlük həm də median olacaq. Həm də tənbəlin uzaqdır. Demək 12, 12. Buradan H-ı tapa bilərik. Bu düzbucaqlı üçbucaqdan. H bərabərdir kök altda 20'nin kvadratı çıx 12'nin kvadratıdır. Bir dəfə çıxsaq görərik ki 8 qalır. Toplayanda 32 eləyir. Buna vuranda 256 alınır. 256'dan da 16 çıxır. Üçbucağın da sahəsi S bərabərdir. 2'də 1 vurulsun A vurulsun H düsturundan istifadə etsək, onda 2'də 1 vurulsun 24 vur 16 şəklində yaza bilərik. Bu da 12 vur 16'ya
Yani ki 192'ye beraber olacaktır. Bu da cevap verilibdir B variantında. Keçək növbəti sualımıza 19 nömrəli sual. Tərəfləri 13 cm, 14 cm və 15 cm olan üçbucağın sahəsini istəyir. Üçbucağın üç tərəf veriləndə əsas ayrıcılığı heron adlanırdı. Heronda şərtimiz perimetr, yarım perimetrdən istifadə edirdik. 13, 14 və 15. Bunları toplu yarıya bölsək, demək burada 28, 14'də orada olanda 42 bölü 2 edəcək 21. Sahədə S bərabərdir kök altında 21 vurulsun, 21 çıxılsın 13, 21 çıxılsın 14, bir də 21 çıxılsın 15 şəklində yaza bilərik. Buradan da alınacaqdır ki, kökün altında 21 vurulsun 8, vurulsun 7, vurulsun 6 şəklində yazmaq olar. 21'i biz 7 vur 3 kimi yaza bilərik, 8'i 4 vur 2 kimi yaza bilərik, 7 öz yerində qalar, 6'nı da 2 vur 3 şeklinde yazmaq olar. Hər bir vuruqdan 7'dən 2 dənə var. Burada da 7'nin kvadratı. 7'nin kvadratı. Vur 2'nin kvadratı. Vur 3'ün kvadratı. Vurulsun 4 şeklinde yazılır. Burada bir 7, bir 2, bir 3. Bir tane de 2 çıkacak buradan. Olacaktır. 14 vurulsun 6 bərabərdir 84. 84 cevabı da verilibdir E variantında. 20 nömrəli suala keçid edirik. 20 nömrəli sualda deyir ki, rombun perimetri 20 cm, sahəsi 24 olsa diagonalların cəmini istəyir. Rombun perimetri düzür 4A bərabər 20'dirsə, demək ki, A'nın qiyməti 5'e bərabərdir. Sahəsi 24'dürsə, onda S bərabərdir. D1 vurulsun D2, bölünsün 2 bərabər 24'e. Buradan da D1 ilə D2'nin hasilinin 48 olduğunu deyə bilərik. 48 olduğunu deyə bilərik. Diagonalların cəmini istəyir. Diagonalların cəmi diagonalın tərəfasındakı əlaqə üstünə görə diagonalların kvadratlarının cəmi onun tərəfinin kvadratı, yəni rombu tərəfinin kvadratının 4 mislinə bərabərdir. Bu da bizdə eləyəcəkdir 100. Diagonallar da biz D1 üstəgəl D2'nin mörtəzə kvadratı çıx 2 dənə D1 vur D2 şəklində yaza bilərik. Buradan da gördüyümüz kimi D1 üstəgəl D2'nin mörtəzə kvadratı bərabərdir 100 üstəgəlinsin 2 vur 48, yəni 96, 196 olur. Hər tərəfdən də kök alsaq D1 ilə D2'nin cəminin 14 olduğunu deyə bilərik. Demək, düzgün cavab olacaqdır 14. Cavab da olur C variantında. Bugünlük bu qədər. Bu cür videoların ardını gəlməsini istəyirsə kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.